Dumanlı duman dağlar olacağım, dağlar olacağım. Özümə iştafan lazımdı aşkım bu dəqiqə ya. Hərdən arada məni də sal yada. Olur da işte bir de görsən anlaşılmazlıq olur. Hamı küsür, incir, işdən uzaqlaşır. Onu bəziləri canlı yayında tıklayıb tirka verirlər. Olmaz. Mən də o qədər olub ki, incimişəm, getmişəm. Görürsünüz təzədən yenə o işdə işləyirəm. Həci də və yaxud da Tələt müəllim də elə bir adam deyil ki, insanları pis vəziyyətdə qoysunlar da. Yəni başa düşdünüz. Onlar o qədər gözəl insandılar ki, adam harada getsə yenə onların yanında qayıdıb işləyir. Demək ki, yaxşı insanlardılar da. Hər bir işdə incilik də olur, küsürlük də olur. Amma onu tırkalayırlar, o da ağlı uşaq ağlıdır, incir, küsür. Amma olmaz. Çünki həqiqətən oran müdiriyyəti ona qarşı ikisi də çox yaxşı olub. Həqiqətən. Görürsünüz, bir də görürsünüz Həcə çönür, canlıda bizi də acılayır, bizlə də pis danışır. Görürsünüz, bir də görürsən mehribandır, bir də görürsən nəyə gülürsünüz, nəyə oturursunuz, tutun çəkişiniz eləyir, tutun, nə bilim bunu eləyin, onu eləyin. Müdiriyyətdir də, maaş verir, işini tələb eləyir. Amma həqiqətən Sevərin xətrini çox istəyirlər, valla. Gəlin bir açıq real danışaq. Mən tərəf tutmaq üçün demirəm. Heç bir müdiriyyət nə kimisə kirayəsini verməz, nə kiməsə dəstək olmaz. İşə saat neçədə gedirsən get, heç nə deməz. Yəni insaniyyət cəhətdən insan başına hansı müdür aparar səni hər gün bir gündən bir 60-70 manat abeddə şot verər? Allahla danışağında eləyirlər də. Adama deyər ki, get maaş verin, gedin abedinizi də yeyin, zəhərlənin də və yaxud da nəsə. Hamıya hörmət qoyur. Hamıya, bütün işçilərə fərqi yoxdur. Budur, odur. Özü hamısı ya. 3-4 dənə orada müdiriyyət var, hamısı elədi qızlar. Ona görə də adam gərək yaxşılığı yerə vurmasın.